Badımcan sevməyənlərin belə bu yemək üçün ürəyi gedəcək. Türk mətbəxinə məxsus sobada badımcan kebabı hazırladım, çox ləzzətli alındı. Badımcanları videoda göründüyü halda halqa-halqa doğrayıb üzərinə duz, su əlavə edib acı suyunu çıxartması üçün bir kənara qoyuruq. Çəkilmiş ətin üzərinə 1 ədəd yumurta, 2 xörək qaşığı un əlavə edib yaxşı-yaxşı yoğurdum. Ətə daha öncə duz, istiot və soğan əlavə etdiyim üçün mən əlavə etmədim. Siz hazırlayarkən 1 ədəd iri soğan və duz, istiot da əlavə edin. Hazırladığımız küftəcikləri badımcan ilə sıra-sıra düzərək soba qabının içərisinə yerləşdiririk. Birinci qatı tamamlayıb, ikinci qatda isə badımcan və kartofdan istifadə etdim. Siz istəyə uyğun olaraq ikinci sıranı təkrardan badımcan və ətlə edə bilərsiniz. Orta hissədən 1 ədəd pomidor və kənarlarından biber yerləşdirdim. Son olaraq yeməyimizin sosunu hazırlayırıq. 1 xörək qaşığı tomat pastası, duru yağ, su, duz, istiotunu əlavə edib qarışdırırıq. Yeməyin üzərinə əlavə edib əvvəlcədən isidilmiş 260 dərəcəli sobada təxmini 40 dəqiqə bişiririk. Heç olmasa bir dəfə də olsa bu yeməyi hazırlayıb mütləq dadına baxmalısınız. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!